bir hədis var, əxlaqi hədisdir. Buyurur, qiyamət günü bir dəstə insanlar olacaq, onların dili o qədər uzanacaq, insanlar onun dilinin üstündən qədəm qoyub keçəcəklər. Yəni nə? Alim deyir, sizə təəccüblü gəlməsin. Bu hədisdə deyilən bir insanın dili o qədər uzanacaq, insanlar onun üstündən qədəm qoyub keçəcəklər. Bugün o adamın dili o qədər uzanıb ki, başqalarının heysiyyətinə toxunur, başqalarının şəxsi məsələlərinə barmaq eləyir, başqalarının abrına kimi dili uzanıb, qiyamət günü onun təzahürüdür. Bugün mənim dilim o qədər uzanıb ki, mən bu adamın abrını rahat şəkildə nə edirəm? Aparıram. Bunu eləyirəm. Onun şəxsiyyətini sındırıram, bu şeyləri eləyirəm. Qiyamət günü buyurur ki, hamısı bunların təzahürüdür.